Bismillahirrahmanirrahim, elhamdülillah. Ən birinci salamlayıram hər birinizi Allahın salamı ilə. Sonra təşəkkür edirəm qardaşlara. Allah razı olsun. Allah süfrələrini bol eləsin, bərəkətli eləsin. Və Allah ruzilərini yetirsin həmişə. İnsan bilməlidir ki, ruzi Allahdandır. Allah Teala razzaqdır və qullarına yetirir. Və nəinki insanları, hətta heyvanları belə yedizdirir. Əgər insanlar biraz diqqətlə baxsalar təbiətə görərlər ki, heyvanlar da qidalanırlar, yiyirlər, içirlər. Lakin Allah Teala bizi onlardan fərqləndirib, bizi mükəlləf edib ibadətlə. Fərqimiz budur. Allah Teala bizi bu ibadətlərdə davamlı eləsin, həmin möhkəm eləsin, sabit eləsin. Və həqiqətən də bu bizə verilən ən böyük ruzidir. Yəni, çünki ruzi təkcə mal, dövlət mənasında deyil. Ruzi ola bilər insanın, məsələn, yaxşı dostu var, o da bir ruzidir. Ola bilər insanın yaxşı qonşusu var, o da bir ruzidir. İnsanın ola bilər gücü var, o da Allahın bir ruzisidir. Ola bilər insanda gözəlliyi var, o da bir ruzidir. Allah hər kəsə bölüb arasında və bir-birimizi belə tamamlayırıq. Allah Teala bizi tamamlayır birimizi birimizlə. Və kimi kiməsə elmi ilə, kimi kiməsə gücü ilə, kimi kiməsə dostluğu ilə yardım eləyir. Ona görə Allah Teala bizə əmr eləyib ki, kömək eləyək həmişə bir-birimizə. Yaxşı işlərdə, gözəl əməllərdə, pis işlərdə də kömək eləməyək. Görsən ki, məsələn, münkər işdir, kömək eləmə. Əksinə, onu irşad elə, yönəlt yaxşılıqlara. Və bu da bizə Allahın bir ruzisidir. Biz bir-birimizi tanıyırıq, bir-birimizə tövsiyələr veririk, bir-birimizə nəsiyyət edirik. Bu da Allahın bizə ruzisidir. Elə insan var ki, onun deyəni yoxdur, tövsiyə edəni yoxdur. Bu da bizim üçün bir Allahdan ruzidir. Və ən böyüyü də Peyğəmbərlər olub. Yəni o cəhətin ən üstünləri Peyğəmbərlər olub. Gəliblər qövmlərinə və özlərin fəda ediblər artıq gələndə. Çünki elələri oldu ki, onları öldürdülər, doğradılar, qovdular. Yəni, Peyğəmbərlər əziyyətlə, yəni Peyğəmbərlər o ruzini çatdırdılar cəmaata. Kim götürdü ondan qazandı, kim götürmədi müflis oldu. Xüsrana uğradı. Allah Teala da bəziləri barədə bizə kitabında xəbər verdi ki, necə xüsrana uğratdı onları. Ad qövmü, Səmid qövmü, aydın da onların bəzilərini yerə, bəzilərini tufanla, belə Allah Teala məhv elədi onları. Çünki onlar oradan heç nə ruzilənmədilər, heç nə götürmədilər. Amma bizim əlhəmdülillah bir-birimizə deyən, bir-birimizə tövsiyə edən, bizə o barədə ruzi gətirənlərimiz var. Allahdan istəyirəm ki, Allah Teala bütün ruzilərini bizim üzərimizə davamlı eləsin. Bizi sabit eləsin. Və biz Şəvval ayındayıq həmçinin xatırlama babından. Şəvval ayını tutmağı tövsiyə edirəm qardaşlara. Çünki hələ də ola bilər heç başlamayanlar var. Ay tez keçir, tez keçəcək. Şəvval orucu da Ramazan orucundan ağırdır. Baxma, müddət cəhətdən az olsa da, lakin ağırdır. Çünki ən azından şeytan açılıb. Ən azından. İnşallah tutmaq məsləhətdir, tövsiyədir. Bir ilin savabını qazanırsan və həmçinin hər ayda buna sənə şans var ki, ilin savabını qazanasan, ayın 13, 14, 15-i. Səhhətin, vəziyyətin, işin imkan versə, tut. İnşallah, yəni 2 dənə şansımız var. İl orucu götürmək. Bir dənə Şəvvaldadır, Ramazandan sonra, bir də ayın 13, 14, 15-i. Nə qədər bacarsan, bunlardan götürə bilsən, inşallah sənin üçün xeyirdir. Bu da özü də bir neymətdir, bu özü də böyük bir lütfdir Allahdan. Bizim ömrümüz azdır, lakin əcrimiz, mükafatımız çoxdur. Bizim ömrümüz çox azdır, amma əcrimiz, mükafatımız böyükdür, inşallah. Allah Teala bizi onlardan eləsin, xatalarımızı, səhvlərimizi bizə əff etsin, bağışlasın. Hər bir ikram edənə Allah Teala ikram eləsin. Allah Teala özü də böyük ikram sahibidir, özü də böyük bir ikram sahibidir. Allah Teala hamıdan razı olsun və təsəvvürə yetirsiniz, biz qonaq gedirik, kimisə süfrəsində çörək yeyirik. Siz birinə gedirsiniz, mən birinə gedirəm.
bütün aləmlər Adəmdən bəri Allahın süfrəsindən yeyir. Gör nə qədər kərimdir o. Bu çox əzəmətli bir şeydir. Ha. Bütün insanlar deyir ki, Rabbi sən ver. Bütün günahçılar deyir Allahım sən bağışla. Bütün itaatçılar deyir Allahım sən qəbul elə. Hamı elə bir ki dönür mərkəzdir. Belki gör nə qədər yəni, təsəvvür olunmaz bir şeydir də. Təsəvvür olunmur. Nə qədər böyükdür. Ona görə ondan əlimi üzmə, daim ona tərəf get. Allah təala sizdən də bizdən də xeyir əməllərimizi qəbul eləsin. Allah yenə də bu süfrəyə görə əməyi olan hər bir qardaşımızdan razı olsun, kömək olsun, gələnlərdən də razı olsun. Allah razı olsun sizdən. Çox sağ olun. Selamun aleyküm və rəhmətullahi və bərəkatuhu. Allah sizə. Allah razı olsun.